Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz Qur'an-ı Kərimdə etiqadi ayələr barəsində idi. Ötən bəhslərdə biz çalışdıq ki, siz dəyərli izləyicilərin zehnində mövzu barəsində biraz təsəvvür yaradaq ki, Qur'an-ı Kərimdə etiqadi ayələr deyildikdə nə nəzərdə tutulur və bəhsimiz Ərəbistan yarımadasında bütpərəstlik barəsində. Dilimizdə olan büt mənasını qısa olaraq sizlə açıqladıq və dedik ki, dilimizə bu fars dilindən keçmişdi. Amma Qur'an-ı Kərimdə büt sözü əsnam, vəsən, təmsil və digər mənalarda işlənmişdir. Qısa olaraq istərdim ki, bu mövzumuzda Quranda büt və bütpərəstlik anlayışı barəsində siz əzizlərlə müzakirə edin. Qur'an-ı Kərimin büt barəsində işlətdiyi sözlərdən də biri sənəm və onun cəm forması əsnamdır. Demək olar bu sözün müfrət mənası deyil, daha çox yox, əsnam elə mənası Qur'an-ı Kərimdə keçmişdir. Ümumi olaraq Qur'an-ı Kərimin 5 ayəsində Allah Teala əsnam kəlməsindən istifadə etmişdir. Əsnam sözünün lüğəvi və leksik mənası isə insan formasında düzəldilən bütə deyilir. İndi bu bütün cinsi nə olursa olsun, məsələn daşdan ola bilər, taxtadan ola bilər və s. Amma əsnamda şərt budur ki, bu insan surətində yaradılsın. Bu barədə edə bilərsiniz Ən'am surəsinin 74, Əraf surəsinin 138, İbrahim surəsinin 35-ci ayəsinə, Ənbiya surəsinin 57 və eyni zamanda Şüəra surəsinin 71-ci ayələrinə baxasınız. Bu adı çəkdiyim 5 ayənin demək olar ki, yalnız biri Həzrəti Musa əleyhissalam barəsindədir, Əraf surəsinin 138-ci ayəsi və digər ayələr isə Həzrəti İbrahim əleyhissalamın qövmi ilə olduğu, danışdığı müzakirələrdir. Üçüncü məna ki, Qur'an-ı Kərimdə keçir vəsən sözüdür. Vəsən sözünün də cəm forması əvsandır və demək olar ki, Qur'an-ı Kərimdə əvsan cəm formada işlənmişdir. Əvsan sözünün mənasını demişlər ki, əvsan o bütlərə deyilir ki, ona bir ilah və yaxud ilahın məqamı olaraq baxılsın. Artıq burada insan surəti olmasa da olar. Yəni, hər hansı bir daş, hər hansı bir dağ, hər hansı bir yer edə bilər əvsan adlandırılsın. Bu barədə biz Qur'an-ı Kərimin Həc surəsinin 30-cu ayəsi, Ənkəbut surəsinin 17-ci və 25-ci ayələrinə baxaq və burada da biz görürük ki, Həzrəti İbrahim əleyhissalamla bağlıdır. Yəni, Ənkəbut surəsinin 17 və 25-ci ayələr Həzrəti İbrahim və onun qövmi ilə apardığı müzakirələrdir. Yalnız Həc surəsinin 30-cu ayəsi cahiliyyət dönəminə aid edilir. Məsələn, Həc surəsinin 30-cu ayəsində Allah Teala buyurur: "Fəstənəbur ric minəl əvsan" və elə isə murdar olan bütlərdən uzaq durun. Artıq burada yəni əvsan, yəni həmin o büt yeri, o məbəd ola bilər, mənasında ola bilər. Və üçüncü söz ki, Qur'an-ı Kərimdə büt anlayışını ifadə edir, nəsb və yaxud onun cəm forması ənsabdır. Qur'an-ı Kərimin Maidə surəsinin 3 və 90-cı ayəsində bir dəfə demək olar ki, cəm, bir dəfə isə müfrət mənada işlənmişdir. Nəsb o bütə deyirdilər ki, və yaxud o yerə deyirdilər ki, hər hansı bir daş formasında ucaldılmış olsun və onun ətrafında qurbanlar və digər ibadətlər yerinə yetirilsin. Və Qur'an-ı Kərimdə də bir dəfə iman gətirənlərə xitab edərək Allah Teala buyurur ki: "Yə eyyuhellezine amenu innemel xamr vel meysir vel ansab vel azlam ritsun min ameleşşeytan fectenubuhu leallekum tuflihun." Ey iman gətirənlər, həqiqətən də sərxoş edici içkilər, qumar və eyni zamanda sizin
dik qoyulmuş daşlar, fal oxları da şeytanın əməllərindədir. Yəni hər hansı bir daşı dik qoyurlar və onun ətrafında qurban kəsirdilər və yaxud ona bir ilahi dərgah olaraq baxırdılar. Dördüncü məna Qur'an-ı Kərimdə büt anlayışına yaxındır. Təmasil adlanır. Qur'an-ı Kərimdə iki yerdə keçir. Bir, tam olaraq bütpərəstliklədir və burada Allah Taala Həzrəti İbrahim əleyhissalamın dilindən deyir ki, onlar təmasillər düzəldirdi, yəni heykəllər düzəldirdilər. Bir dəfə isə Həzrəti Süleyman əleyhissalam barəsindədir ki, biz onun ordusuna təmasil düzəltmək gücü vermişdik ki, cinlər ona qəsrlər və heykəllər düzəldirdi. Digər məna isə əndaddır. Əndad da bir növ təmasildir və təmasildən xüsusi mənadır. Yəni Allaha hər hansı bir oxşar bir şeylər tutmaq. Məsələn, bu barədə Bəqərə surəsinin 22-ci ayəsində oxuya bilərsiniz ki, Allah Teala buyurur ki, "Fəla tec'alu lillahi endaden." Allaha hər hansı bir bənzər şəriklər qoşmayın və entum ta'lamun. Yəni bildiyiniz halda Allaha şəriklər qoşmayın. Qur'an-ı Kərimdə büt və bütpərəstliklə ilə bağlı digər ayələr var. Məsələn, bunlar tağut və cibt adlanır. Qur'an-ı Kərim bunları da bir formada bütpərəstliklə adlanır. Baxın, əzizlər, bunlar Qur'an-ı Kərimdə yer alan büt və bütpərəstlik anlayışlarını ifadə edən sözlər idi. Amma məsələ budur ki, tam olaraq əsnam və yaxud əvsan, nəsb, mahiyyəti nə idi və nəyə görə ona pərəstiş edirdilər? Qur'an-ı Kərimdə bu barədə bizə məlumat verilir və digər mənbələrin biz tətbiqi etsək, əlimizə kifayət qədər məlumat gələ bilər. Amma Qur'an-ı Kərimdə konkret hər hansı bir bütdən yad olunmu, yəni hər hansı bir heykələ ad olaraq təqdim olunubdur. Bəli, bu barədə demək olar ki, Qur'an-ı Kərimdə 9 dənə büt adı keçməkdədir. Bunlar Vəd, Sua, Yağuz, Yauq və Nəsr adlanır. Nuh surəsinin 23-cü ayəsində elə Həzrəti Nuh əleyhissalamın zamanında Allah Taala Həzrəti Nuhun qövmünün dinindən buyurur ki, Həzrəti Nuhun dəvətinin qarşılığında və qalu dəvətinin qarşılığında dedilər ki, siz bu ibadət etdiklərinizdən əl çəkməyin, məxsusən Vədda və la Suva'an və la Yağusə və Yauqa və Nəsra və Nəsri atmayın. Bu, Həzrəti Nuh əleyhissalamın Allah pərəstliyi qarşısında olan dəvət, onların çıxışı idi. Dördüncü büt adı Bə'lə adlanır. Bu barədə Allah Teala buyurur ki, Ətəd'avnə bə'lən və təzurunə əhsənəl xaliqin. Siz Bə'lə ibadət edirsiniz və Allahı, ən üstün yaradıcısı olan Allahı tərk mi edirsiniz? Bu barədə bəzilər şəxs edir ki, bu Həzrəti İlyas əleyhissalamın dönəmində olan bütlər idi. Amma tam olaraq cahiliyyət dönəmində keçən bütlər barəsində də Qur'an-ı Kərim 3 dənə bütün adını deyir. Bu barədə Nəcm surəsinin 19 və 20-ci ayələrində belə oxuyuruq. Əfərəəytumullat vəl-uzza və mənət əs-səlasətil uxra. Siz tapındığınız Lat və Uzzanı gördünüzmü? Bəs digər üçüncüsü olan Mənatı necə? Demək, burada Lat, Uzza, Mənat Ərəb yarımadasında sitayiş olunan bütlərin adı idi. Ümumilikdə biz deyə bilərik ki, Qur'an-ı Kərimdə həm bütpərəstlik anlayışı və həm də bütün mahiyyəti var. Və burada sual yaranır ki, bütpərəstlik ümumi formada necə yarandı və bu Ərəbistan yarımadasında hansı formada yayılmağa başladı? Bu barədə inşallah biz gələn bəhsimizdə siz əzizlərlə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.